var ortada. Bir də çünki bu nə ilə əlaqəlidir? Yəhudilər ömür boyu, yəni İsrail dövləti qurulana qədər sürgündədirlər və marginaldılar. Eyni zamanda yaddılar. Hər xaos dönəmində gözdən çıxarılması ilk ağla gələn qrup Yəhudilərdir. Və ya sürgün edilirlər, ya yad olduqlarına görə və marjinal olduqlarına görə dolayısıyla və yaxud da ki, təqibə məruz qalırlar və yaxud da yox edilirlər, qurban edilirlər. Yəni o Holocaust, Auschwitz hadisələri, Almaniyada olan şeylər. Bu intellektuallıqda bu şey var. Daha sonraki dövrdə təbii ki, bu özəllik sadəcə Yəhudilərdə qalacaq deyə bir şey. Bu özəllik daha sonra Edward Said'e, yəni Fələstinli birisinə keçir. Bu da tarixin bir ironiyası olaraq gözümüzün önündə dura bilir. Onu da deyim. Karl Mannheim də Ütopiya və ideologiya mətnində şey deyirdi. İntellektual